Və nəhayət çempionatın sonuncusu Karvan Yevlax. İcraiyyə Komitəsinin qərarı ilə Premyer Liqaya buraxılan Karvan Yevlaxa da İmişli FK kimi AFFA tərəfindən infrastruktur, inzibati və digər sahələrdəki çatışmazlıqları aradan qaldırmaq üçün 1 illik möhlət verilib. Amma Karvan Yevlax 1 ilə düzələnə oxşamır. Karvan Premyer Liqaya dönsə də Yevlaxa 15 ildən sonra böyük futbol yalnız noyabrda qayıtdı. Stadion yaxşı pis düzəldilib ortaya çıxanda. Həmin oyunda da prinsipal rəqiblərindən Kəpəzə məğlubiyyət baş məşqçi Azər Həşimovun postunu itirməsi ilə nəticələndi. Məşqçini işdən çıxarmağın da illərdir dəyişməyən qayda qanunu var. Müqaviləsi bitməmiş və qarşılıqlı razılıq olmadan yola salırsansa, təzminat ödəməlisən. Amma Yevlax klubu Azər Həşimova verdiyi o az maaşı da çox görür, 6 aylıq kompensasiyanı ödəmək istəmir. Görünür, Karvan Yevlaxın sahibi Şahmar Vəliyev hələ də qalıb 20 il əvvəlki idarəçiliyində. O dövrdə Azərbaycan futbolunda təkcə Karvanda deyil, bütün klublarda baş verənlərdən lətifə kimi söhbətlər danışılar. İndi klublar peşəkarlıq baxımından xeyli inkişaf edib. Karvansa 15 il əvvəl Premyer Liqadan necə getmişsə, eləcə də qayıdıb. Təfəkkür və idarə etmə baxımından dövlətin qanunlarına, peşəkar futbolun da tələblərinə əməl etmək lazımdır. Karvan Yevlaxı liqada saxlamaq vəzifəsi indi vaxtilə hətta Neftçinin də baş məşqçisi olmuş Füzuli Məmmədovun öhdəsinə düşür. Karvan Yevlaxın heyəti keyfiyyət baxımından rəqiblərindən geri qalır. Qış transfer dövründə heyəti əl gəzdirilməzsə, Karvan Yevlax böyük ehtimalla gəldiyi yerə 1-ci liqaya qayıdacaq. İlkin Fiyyatoğlu, xüsusi olaraq Sport Info TV üçün.